dünyada müəllifi tam anlamıyla bilinməyən 5 elmi kəşf. 1. Nisbilik nəzəriyyəsi. Adətən biz nisbilik nəzəriyyəsini Albert Einstein'in adından götürürük. Lakin ilk dəfə olaraq bu nəzəriyyə Oliver Heaviside tərəfindən 1898-ci ildə ortaya atılmışdı. Və onu da deyim ki, bu nəzəriyyənin kəşfinə görə onu Kral Akademiyasının üzvü seçmişdilər, lakin o bura gəlməkdən imtina etmişdi. Özü isə elektromaqnit dalğalarının cisimlərə təsirini öyrənirdi. 2. Radiasiya. Radiasiyanı adətən kəşfini Pierre və Maria Curie'nin adı ilə bağlayırlar. Və maraqlı bundan ibarətdir ki, radiasiyanın əsl kəşfi isə Henri Becquerelin adı ilə bağlı idi və o ilk dəfə olaraq radiasiyanı əsaslandırmışdı. Lakin bu alimlər torium, polonium və radium üzərindəki araşdırmaların üzərindən bunu genişləndirdiklərinə görə Nobel mükafatı almışdılar. 3. Teleskop. Teleskopu ilk dəfə olaraq Galileo Galileyin ixtira edilməsi tezisi vardır. Lakin teleskop ilk dəfə olaraq 1608-ci ildə Holland alimi Lipetsker tərəfindən ixtira edilmişdir. Və onu da deyim ki, o bunu dövlətə təqdim etmiş, hətta ondan mükafat da almışdır. 4. Kursor, Windows, XP, ayna, web mətin, bunların hamısı Microsoft şirkətinin banisi Bill Gatesin adı ilə bağlıdır. Lakin ilk dəfə bunun ixtiraçısı və həyata keçirəni Douglas Engelgard idi. Hətta özü firma açıb bu sahədə proqramını irəli sürmüşdü ki, onun adı GUI adlanırdı. Lakin bankrot olduğuna görə bunu Bill Gatesə satmışdı. 5. Buxar mühərriki. Bunun adını adətən biz James Watt'la bağlayırıq. Lakin James Watt'dan qabaq bu ilk dəfə olaraq 1698-ci ildə Thomas Savery tərəfindən buxar nasosu formasında həyata keçirilmişdi. Daha sonra isə bunu ixtira edən, tam mühərriki ixtira edən şəxs isə onun adaşı Thomas Newcomen olmuşdur. Bonus üçün onu deyə bilərəm ki, insanın meymundan əmələ gəlməsi ideyası da Darwinə aid deyil əslində. Darwin onu genişləndirmişdi. İlk dəfə olaraq bu tezis ortaya qoyan 19-cu əsrin 70-ci illərində Jean-Baptiste Lamarck olmuşdur.